1991-ci il dekabrın 25-i Ermənistan. Son günlərini yaşayan SSR-nin güc strukturlarına məxsus silahlı qüvvələr daimi dislokasiya yerlərini tərk edərkən samballı miqdarda cəbhəxana miras qoyur. Belə cəbhəxanalardan bir neçəsində Ermənistan qəbul edir. Elə həmin il Ermənistan prezidenti ölkə vətəndaşlarının yalnız milli orduda hərbi xidmət etməsi haqqında fərman verir. Bununla da Rusiyadan qalma hərbi texnika və silah Ermənistan ordusunun sistemli şəkildə formalaşmasına zəmin yaradır. Silahlı qüvvələrə təkcə Sovet ordusunda xidmət edən və prezidentin müraciəti ilə Ermənistan ordusuna çağırılan gənclər deyil, muzlu əskərlər də cəlb edilir. 1991-ci il dekabr Azərbaycan. Ölkədə Müdafiə Nazirliyinin yaranması haqqında fərman sentyabrın 5-də imzalansa da milli ordu quruculuğu tinti bir tərəddüdlə müşahidə olunur. Təkcə onu deyək ki, fərmandan keçən müddətdə bir neçə müdafiə naziri dəyişdirilib. Daxili İşlər Nazirliyində də siyasi çoxtirəlik hökm sürür. Bakıda siyasi qüvvələrin ifrat fəallığı dövlət orqanlarını ifrit vəziyyətinə aparır. Miting və nümayişlər siyasiləşmiş əhalinin gündəlik tələbatına çevrilir. (1991-ci il) Azərbaycanın tərkibində olması faktı ilə barışmayan Dağlıq Qarabağ. Yaranmış qarşılıqlıqdan istifadə edən separatçılar burada strateji nöqtələri ələ keçirilmək istiqamətində məqsədyönlü iş aparır. Hərbi vəziyyətin gərginliyi yatan şkala üzrə inkişaf edir. Xankəndi təbii strateji üstünlüklərə malik olan Şuşanın mütəmadi zərbələri altındadır. Artilleriya və hərbi texnikadan müntəzəm ardıcıllıqla atəşə tutulan Xankəndlilər relyefinə görə əlverişli Şuşanın zərərsizləşdiriləcəyi təqdirdə bu təhlükədən xilas olunacağına əmindir. Separatçıların Şuşanı iqtisadi təcrid vəziyyətinə salmaq, seyrək atışmalardan və qeyri-müəyyənlikdən təngə gəlmiş şəhər əhalisinin daxili vəziyyətini daha da gərginləşdirmək məqsədi ilə son əməliyyat keçirəcəyi güman edilir. Bundan ötürü Şuşanın mühasirə şəraitinə salınacağı, şəhərin ətrafla əlaqələrinin tamam kəsiləcəyi gözlənilir. Şuşa aradan götürülərsə, Dağlıq Qarabağ və Ermənistan arasında həyat yolu ola biləcək Lasın dəhlizinin ələ keçirilməsi planı əhəmiyyətli dərəcədə asanlaşa bilər. Lasının qapısı sayılan Tursunu müdafiə etmək də Şuşanın öhdəsinə düşür. 1991-ci ilin sonlarının kiçik və mürəkkəb mənzərəsi belədir. Amma hadisələrin mənsəbini anlamaq üçün bir qədər əvvələ qayıtmaq lazımdır. 1990-cı ildə artıq intensiv xarakter almağa başlamış məhəlli toqquşmalar, çoban savaşları, Şuşa-Ağdam marşrutu ilə hərəkəti xeyli çətinləşdirir. Əskəran və Xankəndindən keçib Şuşaya getmək hər gün daha böyük risk tələb edir. Lasın Şuşa yolu da təhlükəsiz deyil. Xankəndində işləyən Respublika Təşkilat Komitəsinin fəaliyyətini nə ermənilər, nə də azərbaycanlılar bir mənalı qiymətləndirir. Polyanitsko və onun komandası gah bir, gah da digər tərəfə işləməkdə ittiham olunur. Arkadi Voyskunun vaxtında daşla və çomaqla vuruşduğunu iddia edən yerli cəmaət, Polyanitskonun təyinatı ilə hadisələrin daha qanlı müstəviyə keçdiyini iddia edir. Əhali öz təhlükəsizliyini etibarlı hesab etmir. Rayonun ağsaqqalları və fəalları ilə görüşlərdə Polyanitsko tezliklə hər şeyin yoluna düşəcəyini, ermənilərin məğlub ediləcəyini bəyan edir. Vəziyyət isə bu vədlərin əksinə dəyişir. 1991-ci ildə Nəbilə Şuşa su kəməri dağıdılır. Şuşa əhalisinin su problemi ciddi şəkil alır. Şəhərin yaxın yaşayış məntəqələri vaxtaşırı atəşə məruz qalır. Ermənilərin yaşadığı Daşaltı kəndi Şuşa-Lasın yolunda ciddi əngələ çevrilməkdədir. Kərkicahan, Qaybalı, Xəlfəli, Zarıslı və Tursu kimi əhəmiyyətli məntəqələrin xüsusi diqqət və hərbi hazırlığa ehtiyacı var. Erməni silahlı qüvvələrinin Kərkicahana hücumları müntəzəm səziyyə alır. Bu həmlələrin qarşısı alınsa da, rəqib tərəf təzyiqi tədricən artırır. Kəndə hücumlar Şuşa və Şuşa ətrafının müdafiəsinə cavabdeh olan milli ordu hissələrinin, habelə könüllü yerli özünü müdafiə dəstələrinin körtabii müqaviməti ilə üzləşir. Milli ordunun bir qrup döyüşçüsü kəndin müdafiəsinin öhdəsindən gələ bilmir. Sanitariya, gigiyeniya tələbatı ardınca böyük torpağa yola düşür. Ermənilərin növbəti hücumlarından biri Kərkicahanın təslim edilməsi ilə nəticələnir. Az sonra kəndi yenidən geri alan könüllü azərbaycanlılar onlardan əvvəl bu məntəqədə müqavimət tədbirləri görən döyüşçüləri qorxaqlıq, məsuliyyətsizlik və səriştəsizlikdə günahlandırır. Soldat bu puşlatı qoyub geri qayıtmalıdır. Soldat bu papağı qoyub geri qayıtmalıdır. Mən qrajdanski adamım, mən o adamın silahın, paltarın, formasını hamısını gətirirəm, təhvil verirəm. Bax, mən onu təhvil verməli deyiləm, sağ qurban olur. Qoyub gediblər ki? Qoyub, hər bir şeyi qoyub gediblər. Nəyə qoyub? Hər bir şey. Ağ maskalatları, bax 5-5 o görürsənmi? 5-5 onun içərisində onların qumqumaları, magazinləri,
puşlatları, maskalatları, ağ maskalatları, zimni maskalat. Hansı ki Şuşada deyir gözündən görürsən ki, qar yağır. Hər bir şeylərin qorxqasılar, sağ qurban olun. Kərkicahanın müdafiəsi ilə məşğul olanların hərbi parkı, avtomat və pulemyot ən yaxşı halda nasaz qranat atanlardan ibarətdir. Müdafiəçilər arasında 5 aslan, quş tüfəngi kimi klassik silahlardan istifadə edən döyüşçülər də var. Yalnız çılpaq məhəlli vətənpərvərlik hesabına duruş gətirən yerli könüllü özünü müdafiə batalyonlarının müqavimət limiti tükənir. Yanvarın 19-u. Yağlıtəpədən Kərkicahan istiqamətində irəliləyən erməni silahlı birləşmələrinin hücumu Azərbaycanlıların ilk strateji və taktiki məğlubiyyəti ilə sona çatır. Şuşanın sağ silahında ermənilər əhəmiyyətli mövqe əldə edir. Şuşa Lasın yolu ətrafında vəziyyətin nəzərə çarpacaq dərəcədə mürəkkəbləşdiyini görən Müdafiə naziri Taziəddin Mehdiyev yolun Şuşaya yaxın hissəsində yerləşən daşaltını zərərsizləşdirmək qərarına gəlir. Yanvarın 26-sı. Şuşa Lasın yolu mütəmadi atəşə tutaraq şəhərə giriş-çıxışı demək olar ki, mümkünsüz edən daşaltını ləğv etmək məqsədi ilə Əməliyyat nazirinin bilavasitə iştirakı ilə həyata keçirilir. Azərbaycan Müdafiə nazirinin əməliyyatı səmərəsiz başa çatır. Orada zasad düşdük. Bizim ermənilər oldu çünki 100 zasadı vurmuşlar bizə. Biz də düşdük zasadıya. 11 nəfər. Sizin bələdçi var idi. Bəli. Bələdçi Şuşalıdır. Mən bələdçinin dəqiq qarda olmağını bilmirəm. Bizim fikrimizdən bizi bələdçilər satmışdı. Satmışlar. Bəli. Sizin fikrinizi ya orada çoxları belə fikirləşirlər. Falcao Əhmədov Riyadın dediyinə görə dedi ki, bizi satıblar. Necə qarşıladılar bu? Necə düşdü səhər? Danışdı, necə oldu? Prosesin hamısını danış. Biz əvvəl getməliydik. Burada körpü var, most. Bizi qoymuşdu zada ki, biz mostu tutmalıydıq və oradan hücuma keçməliydik. Biz səhər 6-ya bir 10 dəqiqə qalmış. Biz artıq deməli bələdçi biz aparıb biz mostu keçmişik. Mostdan keçdik biz daha doğrusu. Biz keçidib çaydan, dərədən biz mostu görməmişik. Biz aparıb vapşi Qaşqiyirə. Qaşqiyirə arkası belə əvvəldən sağdan və soldan tələ qurulmuş. Azərbaycan ordusu 70-ə yaxın ən yaxşı döyüşçüsünü itirir. Ertəsi gün mühasirəyə düşdüyü zənn edilən döyüşçüləri güya xilas etmək məqsədi ilə daşaltının atəşə tutulması da boş cəhd olur. Elə həmin gün ermənilər Ağdam-Şuşa marşrutu ilə uçan sərnişin helikopterini Xankəndi üzərində vurur. 40-dan artıq sərnişin həlak olur. Bu fakt azınacaqlı uğursuzluğa düçar olmuş, Azərbaycan əskərinin də kiçicik bir kəndi götürməyə gücü və hərbi səriştəsi çatmayan Azərbaycanın Müdafiə nazirini də ictimai gözlənti salır. Əməliyyatın faciəvi yekunu Bakıda siyasi ajiyatajı gücləndirir. Hakimiyyət uğrunda mübarizə apardığını indi heç gizlətmək əvəzində də olmayan siyasi qüvvələr hökumət orqanlarına təzyiqi artıraraq Müdafiə nazirinə istefa tələb edir. Daşaltı sarsıntısından özünə gələ bilməyən ünxətə demoralizasiya baş alıb gedir. Romantizm mərhələsindən artıq keçmiş əskərlər başı pozuq yaraqlılara çevrilir. Döyüşçülərin böyük əksəriyyəti dərdini içki ilə başını qumarla aldadır. Öz nazirinin məğlubiyyətini görmüş Azərbaycan döyüşçüsü yeni mövqedə də köhnə ovqatla dayanıb. Əskər-komandir münasibətləri hərbi nizamnamənin tələblərindən uzaqdır. Məğlubiyyətin yaratdığı təsir dairəsindən heç cür çıxa bilməyən Azərbaycan əskərləri erməni silahlı qüvvələrinin hər hansı bir hərbi təzyiqindən vahiməyə düşür. Yanvarın 27-sində ermənilər ələ keçirdiyi Kərkicahan səmtindən kəndi şiddətli artilleriya atəşinə tuturlar. Cavab atəşi yoxdur. Çaşqın və inadsızcasına müdafiəsinə inanan əhali Qaybalını bir neçə saat ərzində tərk edir. Əhali xəlfəliyə köçürülür. Fevral. Ayın əvvəlindən güclənən atışma və Malbəyli cəmaatına bir neçə gün ərzində kəndi boşaltmaq barədə ermənilər tərəfindən verilən ultimatum öz işini görür. 6000-ə yaxın əhalisi olan iri yaşayış məntəqəsinin müdafiəsini öhdəsinə götürə bilməyən, rəsmi Bakı dinc cəmaatın köçürülməsini də təşkil edə bilmir. Fevralın 6-sından atışma davamlı xarakteri alır. Kəndi müdafiə edən qüvvələrin sursat ehtiyatı tükənməkdədir. 5 tərəfdən ermənilərin əhatəsində qalan və artıq ultimatumun yaratdığı psixoloji böhranın təsirinə düşən əhali, o cümlədən kəndi müdafiəçiləri şəraitin doğurduğu vəziyyəti nəzərə alır. Müstəqil qərar qəbul edərək Malbəlini boşaldır. Bu təhvil təslim haqqında təsəlliverici bir cəhət varsa, o da bundan ibarətdir ki, dinc Malbəlilər arasında itki çox az olur. 6000-ə yaxın kənd sakininin mühasirədən qurtuluşunda Malbəlinin komendantı Leytenant Azay Kərimov
müstəsna rol oynayıb. Elə belə götürsəm mən heç kimdən kömək gözləmirdim. Çünki Ağdam məndən çox uzaqda idi. Həddindən artıq uzaqda idi. Köməyə gələ də bilməzdilər istəsələr. Şuşa da köməyə gələ bilməzdi mənə. Ancaq sadəcə olaraq onların Şuşadan Stepanakert və mən verdiyim koordinatdan atəş açsaydılar, bəlkə də kəndi bir gündə saxlamağı olardı. Amma saxlamağın heç bir mənası da yox idi. Çünki Xocalının başına gətirilən müsibət Malbərinin başına gətirilə bilərdi. Fevral ayının 11-də hardasa günortadan sonra demək kəndi cəmaatını xilas etmək üçün nəsə eləmək lazımdır. Kənd cəmaatı ən çox da ağsaqqallar Xocalı istiqamətində Xocalının Malbərinin arasında hardasa kilometr yarım, 2 kilometr belə məsafə var. Mən isə bunun tamam əksinə getdim. Hətta mənim üstümə silah da çəkdilər. Qorxuzmaq da istədilər, öldürmək də istədilər. Ancaq cəmaat mənə inandığından cəmaat mənim dalımca gəldi və mən ancaq uzaq da olsa, qar da olsa, yağış da olsa, pis də olsa Abdülgülablı istiqamətində hərəkət etməyə məsləhət bildim. Quşçularla Malbəri bir yerdə götürəndə hardasa 14 nəfər mən 6000-ə qarşı 2 verdim. Malbərlinin ardınca Quşçular kəndi işğal edilir. Düşmən Şuşa ətrafında daha bir əlverişli mövqe qədər irəliləyir. Bir gecədə təslim edilən 2 kənd. Bu hələ ki, Qarabağ cəbhəsində Azərbaycan tərəfinin göstərdiyi ilk azınacaqlı nəticə sayılır. Fevral 1992-ci il. Şuşa. Şəhər motoatıcı briqada məntəqəsi başda olmaqla 777 nömrəli batalyon, Azərbaycan Xalq Cəbhəsinə məxsus batalyon, Ezamiyyət batalyonu, Qarabağ Özünü Müdafiə batalyonu, polis dəstəsi, avtotəmir batalyonu hesabına 8 müdafiə məntəqəsindən qorunur. Soyuqqanlıqla bəyan edilir ki, Şuşa döyüşür və yaşayır. Şəhər sakinləri Xankəndi və Şuşa arasındakı hadda-budda, gah da intensiv səziyyət daşıyan atışmalara adi həyat tərzi kimi vərdiş edir. Bakıdan gələn rəsmi xəbərlərdə Azərbaycan Milli Ordusunun formalaşma prosesinin çevik keçdiyi, tezliklə vətəndaşların təhlükəsizliyinin tam təmin olunacağı bildirilir. Şuşada yerli özü müdafiə dəstələri, könüllü silahlı qüvvələrlə yanaşı, Əfqanistanda döyüş təcrübəsi keçmiş əskərlərdən formalaşdırılmış xüsusi təyinatlı hərbi hissə də var. Amma qüvvələrarası rabitənin olmaması, vahid komandanlığı mövcusuzluğu, qeyri-peşəkar zabitlərin daha çox mülki liderlikdən doğan məziyyətləri gerçəkliyin sərt ciddiyyəti qarşısında gülünc bir mənzərə yaradır. Azərbaycan silahlı qüvvələrinin bir-birinin ardınca uğradığı məğlubiyyət, rəsmi hərbi Bakını vəziyyəti normallaşdırmaq məqsədi ilə müdafiəni mərkəzləşdirməyə vadar edir. Bütün bu hadisələr Azərbaycan ordusunun tədrici siyasiləşməsinin müşayiəti ilə baş verir. Xalq hərəkatının qızğın nümayəndələrindən biri olan Rəhim Qaziyev könüllü olaraq Şuşaya gəlir və bəyan edir ki, Şuşanı Xankəndi yolu ilə tərk edəcək. Digər azadlıq xadimlərindən fərqli olaraq cəbhəyə gəlməklə qeyri-standart addım atan Rəhim Qaziyev yerli cəmaatın hörmətini qazanır. Bizim büyük yeganə ümidimiz, yeganə bizim azadlıq aparan yolumuz vahid cəbhədə birləşmədir. Bizim komandamız Rəhim Qaziyev olmalıdır, onun ətrafında 1992-ci il fevralın 10-u. Prezidentin əmri ilə Şuşanın komendantı təyin edilmiş Rəhim Qaziyev hissələrin Parakəndə fəaliyyətini sistemləşdirmək, ordu intizamı yaratmaq, şəhərdə ehtimalı təxribat hallarının qarşısını almaq və başlıcasız cəbhədə vahid komandanlıq yaratmaq istiqamətində işləmək tapşırığı alır. 1992-ci il fevralın 24-də Tahir Əliyev Müdafiə naziri təyin edilir. Onun nazir kimi rastlaşdığı ilk faciə fəlakətinin miqyasına görə bütün Qarabağ müharibəsinin ən dəhşətlisi olur.
Fevralın 25-də 26-sına keçən gecə Xankəndi və əsgərin arasında yerləşən Xocalı şəhəri ermənilərin dəhşətli hücumuna məruz qalır. Müharibəlikdən fərqli olaraq bu dəfə fantastik sayda itkidən qaçmaq mümkün olmur. Şəhər əhalisinin köçürülməsi ilə nə Bakı, nə də yerli rəhbərlik komandir heyəti məşğul olmadığından əhali yalnız son anda xilas yolu axtarsa da artıq gec olur. Törədilməsində 366-cı polkun iştirakı da istisna edilməyən faciədən yaxasını qurtarmaqdan ötürü əhalinin qurtuluş üçün bütün cəhdləri demək olar ki, boşa çıxır. 3000-ə yaxın əhalisi olan şəhərdən ən çoxu 500-ə yaxın adam canını qurtara bilir. Xocalı süqut edir. Bir sıra müşahidəçilər bəyan edəcək ki, ermənilər ilk qrad qurğusunu Xocalıda qənimət götürüb və Şuşanı sonradan ateşə tutan qrad elə o qraddır. ...1992-ci il martın 6-sı Bakı. Xocalı qırğını prezident aparatı və Ali Sovetin divarlarında əks sada verir. Xocalı faciəsində ittiham edilən Azərbaycan prezidentinin istefası alınır. Ali Sovetin sədri seçilmiş Yaqub Məmmədov eyni zamanda prezident səlahiyyətlərinin daşıyıcısı olur. ...1992-ci il martın 14-ü. Azərbaycanın Müdafiə Naziri Şuşada hərbi qüvvələrin vahid komandanlıqdan idarə edilməsi məqsədi ilə 76 nömrəli əmr verir. Bu əmr könüllülər və yerli özü müdafiə dəstələrinin Elçin Məmmədovun rəhbərlik etdiyi, Əfqanistanda döyüşmüş və artıq Şuşada hərbi güc olduğunu sübuta yetirmiş 777-ci hissədə cəmləşdirilməsini nəzərdə tutur. Lakin başı pozuq və nəzarətsiz, kifayət qədər sərbəst hərbi hissə və dəstələrin bol olduğu Şuşada bu əmri yerinə yetirmək mümkün olmur. Bizcə briqada komandiri Elbrus Orzovun qənaəti bir para mətləblərinin izahına kömək edə bilər. Каждый вот батальон, который я туда прибыл, батальон Народного фронта, батальон самообороны, батальон Тофика Угуза. Что за батальон? Кто его финансирует, этот батальон? Понятно стало, что и глава исполнительной власти говорит, и говорит бывший командующий Шуши, говорит, что даже вплоть до под клятвы Корана, что они будут объединяться. Каждый служил своему хозяину. А этот хозяин сидел здесь, в Баку. Tahir Əliyevin Müdafiə Naziri kimi etibarlığı 21 gün çəkir. Yaqub Məmmədov Əliyevi Müdafiə Naziri vəzifəsindən götürür və Daxili İşlər Naziri qoyur. 1992-ci il martın 17-si. Şuşanın komendantı Rəhim Qaziyev təcil Bakıya çağırılaraq Müdafiə Naziri təyin edilir. Şuşada vəziyyətin gərginləşdiyi bir zamanda əhali arasında nüfuz qazanmış bir nəfərin hər gün sürətlə dəyişən cəbhə şəraitindən ayrılaraq Bakıya gətirilməsi səbəbi barədə əmrin müəllifinin yəqin ki, öz məntiqi var. İnanırdılar ki, Rəhim Qaziyev bunları xilas edəcək. Hərbçilər də mülki cəmaat. Sonra hərbçilərlə ayrı-ayrı batalyon komandirlərlə mənim söhbətim oldu, görüşüm oldu. Hamısı deyir ki, Tahir Əliyevdən Müdafiə Naziri olmaz. Siz nə qədər gec deyil, onu çıxarın, yerinə Rəhim Qaziyev qoyun. Rəhim Qaziyev bu batalyonları birləşdirə bilər, çünki onun bunlarla əlaqəsi var. O, Müdafiə Nazirliyinin işini təşkil edə bilər, rəhbərlik eləyə bilər. Biz də hamımız ona tabi olacaq. Bunun söhbət. Bunun əsasında demək, biz qayıtdıq gələndən sonra, mən də yoldaşlarımızla burada məsləhətləşdik ki, Rəhim Qaziyev Müdafiə Naziri edək. Məsələ çıxdı ki, Tahir Əliyevini edək. Tahir Əliyevi Rəhim Qaziyev təklif elədi ki, bunu keçirək. Onun Rəhim Qaziyevin özündən bu söhbət olanda təklif olundu ki, Rəhim Qaziyev Tahir Əliyevi Daxili İşlər Nazirinə birinci müavin təyin edək. Tahir Əliyev bu təklifə qəti etiraz elədi. Dedi ki, mən nazirəm, generalam, mən nazir, o naziriyə nazir vəzifəsini keçə bilirəm. Başqa naziriyə, başqa vəzifəyə mən getməyəcəm. Bu münaqişə yaranmasın deyin, çox götür-qoy edəndən sonra elə Rəhim Qaziyevin özünün təklifi ilə biz Rəhim Qaziyev, Tahir Əliyevi keçirdik Daxili İşlər Naziri, Rəhim Qaziyev də Müdafiə Naziri təyin etdik. Komendant kimi Şuşadakı hərbi mühitə yəqin ki, yaxşı bələd olan Rəhim Qaziyev ayrı-ayrı silahlı qüvvələrin dağınıq bir öz fəaliyyət kompleksini alır. O, yaraqlıları orduya çevirmək kimi problematik vəzifənin öhdəsindən gələ biləcəyini, qısa müddətdə qabiliyyətli, döyüşkən ordu yaradacağını vəd edir.
Şurada isə bəzən muxtar, hətta tam müstəqil yaraqlılar spektri var. Azərbaycan Xalq Cəbhəsinə məxsus Ramiz Qəmbərovun başçılığı ilə fəaliyyət göstərən silahlı dəstələr, Rəhim Qaziyevin nəzarətində olan Nail Kazımovun rəhbərlik etdiyi digər bir birləşmə, habelə Elçin Məmmədovun əfqanları adlandırılan, az-çox öz intizamı ilə seçilən xüsusi təyinatlılar. Şuşa onların ümidinə qalıb. Elbrus Orzov isə kombrik kimi bu müxtəlif qütbü qüvvələrin vahid komandanlıqdan idarəsini təmin etməli idi. Первого дня, как я туда появился, информацию о том, что обстановка критическая и необходимо срочно перебросить туда дополнительные силы и средства, необходимо сделать. Но министр обороны и руководимый им Министерство обороны никаких решений по этому поводу не принял. То есть уже заранее были созданы условия для того, чтобы оружие не мог управлять никем. Уже для меня, со стороны министра обороны, созданы были такие условия, чтобы я не смог там ничего сделать. Silahlı qüvvələrin bir əldən idarə edilməsini əmr edən nazir iradəsinə baxmayaraq, iddialı və sərbəstliyini hər şeydən üstün tutan yaraqlılar Elçin Məmmədova tabi olmaqdan ya yayınır, ya da açıq-aşkar boyun qaçırır. Hərbi itaətsizlik faktları isə ermənilərin Şuşa və Şuşa ətrafını ardıcıl artilleriya, raket atəşinə tutması şəraitində baş verir. Baxmayaraq ki, əks hücum üçün Şuşada kifayət qədər hərbi texnika var. Məsələn, Rəhim Qaziyev deyir ki, martın əvvəlində Şuşaya 6 ədəd tank və 44 nəfər əskər gətirilib. Doğrudur, texnika yalnız Şuşa şəhərinin müdafiəsinə cəlb edilmir, həm də Şuşanın kritik vəziyyətində olan kəndlərinin hayinə göndərilir. Məsələn, Şuşa böhranı ərəfəsində Kosalarda 2 BMP, Daşaltı istiqamətindəki Meşəlikdə 1, Nəbilərdə 1 BMP, Başkisdə 1 ədəd T-72 tipli tank, 1 ədəd qıraq qurğusu və 1 BMP vardı. Şuşadakı döyüşçülərin sərəncamında 1 ədəd T-72 tipli tank zay vəziyyətdə olub. Amma hər halda Şuşada işlək vəziyyətdə olan texnika da kifayət qədərdir. Şəhərdə silahlı əskərlərin ümumi sayı 2180-da çatır. Onların 680 nəfəri milis əməkdaşıdır. Hərbi nizami qaydalar işlənir. Könüllü özün müdafiəçilər öz başınadır. Həqiqi hərbi xidmətçilər arasında fərarilik meyilləri güclənir. Hakimiyyət böhranına yeni prezident seçkilərinə gedişin əlavə etdiyi təzə çətinliklər də əlavə olunur. İctimai rəyə görə ən yüksək reytinq AXZ-yə, qanuna hakimiyyət isə Yaqub Məmmədov administrasiyasına məxsusdur. Prezident seçkisi ideyası şəhərin miting və nümayiş həyatını canlandırır. 1992-ci il. Aprelin 20-sindən Bakıda oturaq mitinglər başlayır. Şəhərin bir yerində AXZ-çilər, başqa bir güçəsində Heydər Əliyevin, üçüncü tərəfdə isə Ayaz Mütəllibovun tərəfdarları öz niyyətini ictimailəşdirir. Vəziyyət sürətlə Yaqub Məmmədovun nəzarətindən çıxır. Onun Daxili İşlər Naziri Tahir Əliyevi işdən azad etmək haqqında fərmanına Tahir Əliyev məhəl qoymur. Ali Sovet sədri gah Qudmani söhbətlərdə nazirin əmrə müqavimət göstərərək öz kabinetini tərk etməməsindən gileylənir, gah televiziya ilə xalqa şikayət edir ki, Əliyevi Bakıya dəvət edən Azərbaycan Elmlər Akademiyasının professor müəllim heyəti onu işləməyə qoymur. Cəbhədə isə vəziyyət hər gün biraz da ağırlaşır. Şəhər və şəhər ətrafı strateji yüksəkliklər, Şuşaya bitişik yaşayış məntəqələri top və raket atəşinə indi daha tez-tez məruz qalır. Atışmanın daha davamlı xarakter aldığı zamanlarda adətən Elçin Məmmədovun əmri ilə mövqelərə çıxarılan döyüş maşınları atəş səngiyəndən sonra yenidən parka qaytarılır və mövqelərdə hərbi texnika bir qayda olaraq saxlanmır. Müdafiə Nazirliyinin baş qərargahı Şuşada güclü müdafiə istehkam qurğuları yaratmağa nail olmayıb. Şəhərin vahid müdafiə planı yoxdur. Azərbaycanın müdafiəsinə nazirlik etmiş Rəhim Qaziyev, Şuşanın mühafizəsinə cəlb edilən texnika ilə bağlı dedikləri ilə bu qənaəti təsdiq edir. Artilleriya 11 ədəd, Qıraq B-21 2 ədəd, 1 ədəd də bizim özümüz tərəfindən düzəldilmiş 16 ədəd, 3 ədəd. Zenit pulemyotu 23 milimetrelik 7 ədəd, T-72 tankı 3 ədəd, piyadaların döyüş maşını 9 ədəd, AGS 17 6 ədəd, ...82 milimetrelik minamyot 20 ədəd, RPG 7 tank əleyhinə silah 50 ədəd,
AXC təmayüllü Lasın polkunun keçmiş komandiri Arif Paşayev şəxsən Şurada döyüşməsə də şəhərin müqəddəratı ilə bağlı bir sıra məsələlər onun göz qabağında baş verib. O şahidlik edir ki, podpolkovnik Elbrus Orzov aprelin 22-sində Kəlbəcərdən Lasına qayıdıb. Orzov özü ilə gətirdiyi bir neçə zabitlə birgə döyüş əməliyyatlarına hazırlıq, habelə hərbi nizam intizam quruculuğu fəaliyyətinə başlayır. 22 aprel 1992-ci ildə 136 nömrəli əmrlə Lasın Şüa istiqamətində briqada yaratmaq üçün 4 nömrəli qrup göndərilir. Çox qəribə cəhət burasında ki, qrupun tərkibində Cahangirov, Yusifov, Hüseynov daxil olduğu halda həmin əmrinin bura gələn adamlar tamamilə başlayanlar idi, Cahangirov Hüseyn olmanın. Və əslində həmin gələn adamların heç bir hüquqi səhətləri yox idi. Və gələn adamlar demək olar ki, orada müəyyən işlər gördülər, baxmaq ki, əllərində heç bir hüquqi əsas yox idi. Və bu adamların deməli gəlişində çox qəribə məqamlar nəzərdə tutulurdu. Belə ki, 26-sında Lasın polku müəyyən istiqamətdə hücuma təhlük eləmək və ondan sonraki tarixlərdə hazırlıqsız hücum məsələləri qoyulmuşdu və çox qəribə hücum planları var idi. Belə ki, Lasın polku 60 kilometr marş eləyəndən sonra yayındacı döyüş aparmaq idi. Xısabert, Xintaqlar, Dom istiqaməti üzrə. Və yayındacı döyüş bir polkla aparıldığı bir halda bir neçə rota ilə Stepankerə zərbə endirməlidir. Yəni, hər baxımdan bu çox naqis bir plan idi. Belə ki, eyni zamanda həmin qüvvələr arasında rabitə, vasitə və formaları nəzərə alınmamışdı. Və tamamilə iflasa məhkum bir döyüş planı idi. Eyni zamanda Lasın polkun və şəhid olan bütün qüvvələri sıradan çıxmaq cəhdi idi. Şurada yerləşən silahlı birləşmələri intizam böhranını aradan qaldırmaq məqsədi ilə daha bir addım atılır. Aprelin 26-sı və 27-sində Şurada döyüşçülər üçün hərbi andın mətni hazırlanır. Andda döyüşçülərin prezidentə sadiq olması barədəki müddəa narazılığa səbəb olur. Kirs yüksəkliyini qoruyan döyüşçülərin komandiri Nail Kazımov və onun döyüşçüləri and içməkdən imtina edir. Bu anda inanmayan və onu içməkdən imtina edən xeyli könüllü öz postunu tərk edərək Şuşadan çıxır. Xalq cəbhəsi təmayüllü qruplar da belə mövqe tutaraq and içmədən boyun qaçırır. Böhranın aradan qaldırılması istiqamətində Müdafiə Nazirliyi yeni addım atır. 1992-ci il aprelin 30-da 151 və 153 nömrəli əmrlə Şuşa-Lasın ərazisində yerləşən bütün silahlı qüvvələr briqada komandiri təyin edilən Elbrus Orzova tapşırılır. Mayın 1-i Milli Təhlükəsizlik Nazirliyi Şuşa şöbəsinin əməkdaşları şöbəni bağlayaraq şəhəri tərk edir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Ağalar Vəliyev və baş əməliyyat müvəkkili Bəylər Abbasov isə Şuşaya ezam olunur. Onların fəaliyyəti dövründə yalnız bir casus tərk silah edilir ki, o da əlinə düşən fürsətdən istifadə edərək qaçır. Ağalar Vəliyev Şuşaya ezam edilmiş iki təhlükəsizlik əməkdaşlarından biridir. Müdafiə Nazirliyinin əmri var idi ki, bizim işçiləri oraya yaxın buraxmasınlar. Orada da başqa Müdafiə Nazirliyinin özünün xüsusi şöbəsi var idi. O şöbənin işçilərindən də ən aşağısı hər batalyona bir nəfər işçi düşməli idi. Onların bir nəfəri də Şuşaya gəlməmişdi. Bax, axıra yaxın bir nəfər Həsən Əliyev Əsəd adında biri gəlmişdi. Ondan başqa Şuşada o hərbçi arasında əks kəşfiyyat işi aparmaq olmuş. Yəni, bizə qadağan eləmişdilər. Kim qadağanlar? Rəhim Qaldiyev nazir kimi bütün hərbi hissələrə göstəriş vermişdi ki, Milli Təhlükəsizlik Nazirliyinin işçilərin hərbi hissələrə borçlanır. Mayın 2-sində olan Şuşa, rəsmən sayının 2500-ə çatdığı bildirilən döyüşçülərdən hissələrdə 1500 nəfər qalıb. Hərbi hissəni öz silahı ilə birgə öz başına tərk edənlər də, naməlum səbəblərdən kütləvi şəkildə Bakıya ezam edilənlər də bu saya daxildir. Şuşanın çıxarına bir neçə gün qalsa da, artıq rəsmi və qeyri-rəsmi mətbəxlərdə şəhərin təhvil təslim ediləcəyi proqnozlaşdırılır. Mayın 2-si Bakı. Milli Məclisin qapalı iclası keçirilir. Millət vəkili Cümşüd Hütündiyev bəyan edir ki, Şuşanın işğal ediləcəyi tarix ona məlumdur. Aprel ayının 28-də Səddam Hüseynin 55 yaşı olurdu. Mən orada iştirak eləməyə dəvət almışdım, xüsusi dəvət. Və orada bir adət var ki, Səddam Hüseynlə görüşməmişdən qabaq mütləq oğlu Udey ilə görüşəsən. Onun bütün işlərini o yönəldirdi. Çünki böyük oğlu müharibədə həlak olmuşdu. Və biz Udey ilə görüşən vaxtı Udey nahar verdi. Və bu naharda Tələbani, bir də Bərzani, biri Kürd Fəhlə Partiyasıdır, biri də Kürd İşçi Partiyasının sədridir.
Orada söhbət əsnasında mən bunlar danışırdılar ərəbcə. Hərdən bir tərcüməçi bəzi şeyləri mənə deyirdi, amma içəridə heç bir söz demədi bu mənə. Artıq səhər biz Səddamla görüşəcəkdik. Çölə çıxanda Hüseyn məndən soruşdu ki, sizdə Şuşa var? Deyirəm var. Deyir Laçın var? Deyirəm var. Deyir ora Kürd şəhəridir? Deyirəm yox. O mənə dedi ki, bəs artıq sizdən Azərbaycandan olublar. 3 nəfər danışığa gedib və bu danışıq əsasında da Kürdistan dövləti yaradılmalıdır və ona görə də 9 maya qədər Şuşa veriləcək və ondan bir həftə sonra Laçın veriləcək. Hadisələrin inkişafı ilə süqut səmtədir. Şuşada yerləşən hissələrin komandirləri Əşrəf İlhami, Tofiq Oğuz, Ramiz Qəmbərov, Fəxrəddin Səfərov, Elçin Məmmədov arasındakı münasibətlər ən azı yaxşı deyil. Vaxtında baxış keçirilmədiyindən hərbi texnika azmazaqlı vəziyyətə düşür. Kadr əskər zabitlərinin qıtlığı hərbi texnikadan səmərəli istifadəni az qala mümkünsüzləşdirir. Məsələn, Nail Kazımovun rotasını yoxlayıb geri qayıdarkən avtobatın komandiri Məmməd Muradovun atəşə tutulması təkcə müəmmalı fakt deyil. Şuşa ətrafı obyektlərin minalanması və sonra bu ərazinin minadan təmizlənməsi ilə bağlı prosesdə sual doğurur. Şuşada döyüşən zabit və əskərlərin xatirələrinə istinad etsək, belə çıxır ki, Şuşa işğal ərəfəsində olarkən şəhərin əhəndəvərində min atarlıları olmayıb. Müdafiə Nazirliyinin mühəndis istehkam işləri üzrə məsul zabiti Daşdəmir Məmmədov və Müdafiə Nazirliyinin mütəxəssisi Vladimir Ruşkovun dediklərinə görə onlar mayın 3-də Şuşa ətrafı mövqeləri minalamaq istərkən Elbrus Orzov və Elçin Məmmədov onları bu addımdan çəkindirib. Onlar izah edib ki, əvvəla şəhərə Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri gələcək. İkincisi də qabaqlayıcı hücum əməliyyatı həyata keçiriləcək. Statın sonu. Bugün və yəqin ki, həmişə maraq doğuracaq suallardan biri Şuşa ətrafı ümumiyyətlə minalanmışdımı? Deyəsən bu sualın cavabı yoxdur. 1992-ci il mayın 4-ü. AXC təmayüllü Ramiz Qəmbərovun başçılıq etdiyi batalyon Kosalar adlı əməliyyat keçirir. Uğursuzluğa düşər olan əməliyyat Ramiz Qəmbərovun müəmmalı ölümü ilə sona çatır. Qəmbərovun arxadan aldığı ölümcül yara döyüşçülər arasında xain sindromu doğurur. Belə psixologiyanın təzyiq və təsiri altında olan döyüşçülərin kütləvi tabeysizliyi adi şəkil alır. Hələlik köklü bir hadisə baş verməyib. Köhnə şəhərdir, köhnədə döyüşçülər. Nisbi sakitlik. Şəhər və şəhər ətrafı məntəqələrdə yerləşən hərbi hissələrdən həyəcan siqnalı qəbul edilməyib. Nisbi sakitlik. Düşmənin manevr etdiyi müşahidə olunmur. Şuşanın sabiq komendantı Vahid Bayramovun vəziyyətlə bağlı Azərbaycan televiziyasındakı emosional patriotik çıxışından sonra əhalinin kiçik bir qismi Şuşaya qayıdır. Vətənimizin yataq, vətəndir, ölüm harada gəlsə öləcək. İstəyir burada dəysin, istəyir başqa yerdə dəysin. $816 nömrəli yerli özünü müdafiə batalyonunun əskərləri yaranmış pauzadan istifadə edərək özbaşına şəkildə hissəni tərk edir. Elçin Məmmədovun 777 nömrəli batalyonunda 354 əskərdən indi 100 nəfər qalır. Batalyon komandiri Elçin Məmmədovun əmri ilə 20 əskərə məzuniyyət verilir. Xalq cəbhəsinə məxsus batalyondan bir qrup əskər komandir Ramiz Qəmbərovun ölümündən sonra Şuşanı tərk edir. Bu batalyonun 48 döyüşçüsü isə aşağı Zapravka deyilən postda mövqe tutur. Nail Kazımovun əskərlərindən 24-ü silaha təhvil vermədən özbaşına şəhərdən çıxıb. Kazımov özü isə rotası ilə birgə qoruduğu baş kirst postunu briqada komandirin xəbəri olmadan tərk edib. Şəhər Mığı tərkən istiqamətdən Stepanakert yerləşən 366-cı motatıcı polk tərəfdən Kərkicahan və Daşaltı istiqamətindən güclü artilleriya atəşinə tutulur. Şəhərdə dağıntı var. Şuşadakı zirehli texnika atəş nöqtələrində yerləşdirilmədiyindən cavab atəşi açılmır. Komandanlıq şəxsi heyəti döyüş vəziyyətinə gətirməkdə acizdir. O vaxta kimi artıq abstrel oldu, gecə yarıyacaq. Hələ heç kəsin xəbəri yox idi. Hələ heç tankistlər də komanda verilməmişlər ki, ayağa dursun. Uca gəldilər ki, komanda verildi ki, durun ayağa. Uca yaxınlaşmışdılar, çıxmışlar yuxarı. Şəhərin poçtu ayağında atışma gedirdi. Şəhər artilleriya atəşinə tutulmaqdadır. Kərkicahan, Stepanakert, Mıx Tərkənd və Daşaltı tərəfdən Şuşaya doğru zirehli texnika və canlı qüvvələr irəliləyir. Briqadanın Şuşada yerləşən qərargahına məlumat gəlir ki, Kosalara hücum olub. Briqada komandiri Elbrus Orzov
8 minomyotçu ilə birgə Kosalara yollanır. Kosalar 4 parakəndə bölünərək 5 postla qorunur. Erməni birləşmələri əsas qüvvəni Kərkicahan istiqamətdən yönəldir. Düşmən postlardan bir neçəsini artıq ələ keçirir. Müdafiə mövqelərində yerləşdiriləsi silahlı dəstələrin bir qismi nəzərdə tutulan yerdə dayanmayır. Briqada komandiri Elbrus Orzov İlhami Əşrəfinin dəstəsinin əsgərlərindən istifadə etməklə müdafiə sistemi qurur. Bir neçə saatlıq döyüşdən sonra düşmənin hücumu dəf edilir. Şəhər ətrafı məntəqələrlə Şuşa arasında rabitə əlaqəsi yoxdur. Erməni hərbi birləşmələri Şuşadakı silahlı qüvvələrin əsas gücü Kosalara yönəltdiyini görərək Şuşaltı istiqamətdən hücuma keçir. Düşmən Zafrovka səmtdəki əsas posta yerləşdirilən 3 ədəd 100 mm-lik kalibrli topu zərərsizləşdirir. Postun yerli müdafiəçiləri isə həlak olur. Düşmən postu qismən ələ keçirəndən sonra şəhərlə rabitə əlaqəsi kəsilir. Aşağı Zafrovkada yerləşən xalq cəbhəsinə məxsus silahlı dəstənin əsgərləri mühasirə vəziyyətinə düşür. Qeyri-bərabər döyüşdə 48 Azərbaycanlı döyüşçü həlak olur. Azərbaycan silahlı qüvvələri aşağı Zafrovkanı tamam boşaltmağa məcbur olur. Ən əhəmiyyətli mövqelərdən biri ermənilərin əlinə keçir. Kərkicahan Stepanakert istiqamətdən irəliləyən qüvvələr üçün artıq heç bir maneə yoxdur. Nıxta hərəkətdən çıxan erməni birləşmələri də Zafrovkaya doğru yaxınlaşır. Uje komanda verildi ki durun ayağa. Uje pozisiyaya çıxanda biz. Uje pakışda üstü düşmüşlər şeye. Benzin kolonyanın aşağısında şeydən yuxarı, Kərkicahandan yuxarı, uje tiklə yuxarı bunlar qalxırdı uje yuxarı. Bütün hamısı texnika ilə. Kosalarda vəziyyətin nisbətən yaxşılaşdığı ərəfədə kəşfiyyat rotasının komandiri Azay Kərimov briqada komandirinə məruzə edir ki, şəhərə hücum var. Podpolkovnik Elbrus Orzov şəhərə qayıdır. Şəhər hər tərəfdən zirehli texnika və piyada qoşunlarının hücumuna məruz qalır. Silahlı alpinist dəstələri Daşaltıdan Şuşaya daxil olmağa hazırlaşır. Nıxta hərəkətdən çıxan qüvvələr də Şuşa istiqamətində hücuma qoşulur. Düşmənin bir tankı və 4 BMP-si Tars yaxına yaxınlaşır. Onları 777-ci hissənin tankçısı Albert Agarunov qarşılayır. Albert qarşıladığı tankı ilk atəşdən vurur. Onun asdığı ikinci atəş düşmən tankının qapağını aparır. Nə üçünsə başını tankından dışarı çıxaran Alberti ermənilər boğazında vurur. Alberti yük maşınında Bakıya Şəhidlər Xiyabanına gətirirlər. Onun vurduğu tank isə Şuşa təslim ediləndən sonra ermənilərin ziyarətgahına çevrilir. Bakıdan artıq Nəblərə enən Nail Kazimovun silahlı dəstələri bu kəndin müdafiəsi zamanı inatla müqavimət göstərir. Xeyli itkiyə məruz qalan Azərbaycan döyüşçüləri Nəblərdən də çıxmalı olur. Döyüşlər artıq Şuşa türməsi ətrafında gedir. Burada düşmənə əsasən Avtotəmir batalyonunun komandiri Məmməd Məmmədov başda olmaqla 10 döyüşçü müqavimət göstərir. Vəziyyət çıxılmazlaşır. Qonşu rayonlarla elə Bakı ilə də rabitə əlaqəsi yaradılır. Kömək istənilir. Bakı isə vəd edir ki, yardım olacaq. 2 часа нам дали приказ уничтожить технику. Но я в уверенности был, что наше командование додумается. Я до 7 часов держал технику вечера. Я думал, что что-то поднимут в воздух, что-то нас спасет, но этого не было. Daşaltı sıldırımını aşmağa müvəffəq olan düşmən Pioner düşərgəsi boyunca Şuşaya doğru irəliləyir. Ermənilər bu yolda ciddi müqavimətlə qarşılaşmır. Saat 16'da biz elde olan qüvvələrin hamısını bir yerə yığdıq. Onlar da bir hamısı bir yerdə 60-70 nəfər. Əlbəttə 60-70 nəfərlə Şuşa o boyda şəhəri saxlamaq qeyri-mümkündür. Qalada cəmisi 8 əskər var idi. 8 əskər, bir dənə də türmədə olan oğlan toz tüfəngi ilə, toz 8, o melka kalibrli, tir tüfəngi deyirlər. Onun ilə dayanmışdı. Biz ikimiz, podpolkovnik, bizim sürücülərimizlə, demək olar 13 nəfər. 13 nəfərlə əlbəttə qalan o tərəfdən saxlamaq mümkün deyildi. Biz qərarı aldıq ki, deməli komandirləri yığaq.
Elbrus Orucov Şuşada qalan məsul hərbi və mülki şəxslərin iştirakı ilə müşavirə keçirir. Şəhərin müdafiə məsələləri müzakirə olunur. Şuşanın taleyi demək olar ki, həll edilib. Düşmən mühasirə halqasını daraltmaqdadır. Müdafiə Nazirliyinin vəd etdiyi köməkdənsə xəbər yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin qalıqları körtəbii şəkildə dağ zığırları ilə şəhəri tərk edir. Erməni silahlı qüvvələri əldə etdiyi strateji nöqtələrdən Şuşanı nəzarətə götürür. Şuşa-Laçın yolu kəsilmək üzrə olsa da, şəhərdə müəyyən sayda əhali var. Onlar baş pozuq və sistemsiz şəkildə şəhəri tərk etməyə çalışır. Şəhər daxili müdafiə məntəqələrindən biri də sıradan çıxır. Qala istiqamətində döyüşən Avtotəmir batalyonunun komandiri Məmməd Məmmədovun döyüşçüləri bir neçə saatlıq müqavimətdən sonra mövqeyini boşaldır. Saat 16, saat 17, saat 18, 19 kömək gəlmir. Artıq mən qalmışam qabaqda, erməninin qabağında. Eyni zamanda həmin vaxtda cənab Podpolkovnik Elçinin maşınları artıq üz qoymuşdu Laçına tərəf. Bəs mən avtorota ilə, şoferlərlə qalaydım düşmanın qabağında əlbəxada. Şuşa və onun ətrafında müqavimət göstərə biləsi qüvvə qalmayıb. Şuşada qalan Elbrus Orucov və Elçin Məmmədovun qüvvəsi isə müdafiənin yenidən təşkilinə çatmayacaq qədər azdır. Bir neçə dəqiqəlik müzakirədən sonra Elbrus Orucov və Elçin Məmmədov Şuşadan çıxan əhaliyə qoşularaq şəhəri tərk edir. 3000-4000 yaxın əhali var idi. O cəmaatı çıxartmağa görə o Paça yoldan Elbrus Orucov əmr verdi ki, yolu təmizləyin, bu cəmaatı çıxardaq. Biz qərara gəldik ki, çıxaq Zastavaya, cəmaatın hamısını yola salandan sonra, daha doğrusu demək olar ki, cəmaat qalmamışdı şəhərdə. Şəhərdə cəmaat qalmamışdı. Hələ də şəhəri dağınıq sistemsiz tərk etməyə üz qoyan hərbi mülki geyimli adamların köçünü müşahidə etmək olar. Azərbaycan Silahlı Qüvvələri ciddi müqavimət göstərir. Hər iki tərəfdən çoxlu itki var. Döyüşçülərimizin mövqeləri zəifləyib, böyük bir düşkünlük var. Şuşanın işğalı haqqında xəbər onsuz da yorğun və baş pozuq əsgərlərin əlini döyüşdən soyudur. Onlar kömək gözləyir. Nəhayət Azərbaycanın Müdafiə Naziri Rəhim Qaziyevin söz verdiyi hərbi təyyarə görünür və Azərbaycanlı döyüşçülərin mövqelərini atəşə tutur. Saat 4-5'e işlemiş bir tane vertolyot geldi. Hem bizim pozisyonu vurdu, hem bizim pozisyonu. Hem de onlara bir iki tane hele böyle nöqteyi nəzərdən Bizdən də 4 nəfər söyledi. Hele 4 nəfər də həmin pozisiya vertolyot vuranda 4 nəfər yerindəcə qalmışdı. Kəndi müdafiə etmək son dərəcə çətinləşir. Mövqələrimizdə yalnız T-55 markalı bir tank qalıb. Onun da 2 mərmisi var. Müdafiəçilər 6 postun əksəriyyətini itirsə də müqavimət göstərməyə çalışır. Döyüşlər get-gedə səngiməkdədir. Döyüşçülərin və əhalinin qalıqları dağ zığırları ilə kosalardan da çıxmağa başlayır. Sonradan məşhurlaşan Çeçen Silahlı Qüvvələrinin Səhra komandiri Şamil Basayev və onun 3 döyüşçüsü, habelə şəhərdən çıxmağa müvəffəq olmuş başqa qüvvələr Şuşa-Laçın yolu ilə Zarıslıya, daha sonra isə Tursiya cəmləşir. Artıq Daxili İşlər Naziri Tahir Əliyev və Rövşən Cavadov başda olmaqla 60 Amonçu da Tursudadır. Etibar Məmmədovun gətirdiyi 150-yə yaxın əskər Tursiyaya gəlib. Onlar Qəbələdə xüsusi təlim keçib. Tursuda dayanmış silahlı qüvvələrin rəhbərləri arasında Şuşaya yenidən daxil olmaq mövzusunda söhbət gedir. Mən Elbrus Orucovdan soruşdum. Dedim, yaxşı, indi bu Şuşa verilibdir. İndi bunun çıxış yolu nədədir ki biz? Yenidən Şuşaya qaydaq, Şuşanı götürək. Elbrus Orucov mənə dedi ki, Şuşanı deməli belə götürmək qeyri-mümkündür. Girsək də oranı saxlamaq qeyri-mümkündür. Çünki hamı qırılacaq. Şuşanı götürməkdən ötəri texnika lazımdır və ən azı 40-a qədər texnika lazımdır ki, Şuşanı götürəndən sonra da Şuşanı biz saxlaya bilək. Buna baxmayaraq Rövşən Cavadov öz dəstəsi ilə Zarıslı istiqamətindən hücum edir. Amma Zarıslı və baş kilsdə əlverişli mövqedə yerləşən erməni birləşmələrinin güclü müqavimətini yararlı edir. Səmərəsiz həmlədən sonra Daxili İşlər Naziri Tahir Əliyev və briqada komandiri Elbrus Orucov Bakıya, Müdafiə Naziri Rəhim Qaziyevə zəng vurur. Laçından telefonla mən əlaqə saxladım. Yenidən deməli Rəhim Qaziyevlə və onun müavini Vahid Musayevlə və onu dedim ki, bax Elbrus Orucov bu cür deyir ki, yəni Şuşanı yenidən almaqdan ötəri 40-a qədər, 40-dan artıq texnika lazımdır. Siz dediyiniz kimi bu deyil.
Nə texnika var, hamısını gətirin, yığın Şuşaya. Özünüz də gəlin Müdafiə Nazirliyi kimi, Müdafiə Naziri kimi, Müdafiə Nazirinin müavini kimi gəlin öz deməli nazirliyinizə burada rəhbərlik edin. Yəni cavab oldu ki, bəs gələcəyik, cavab oldu ki, texnikaları göndərəcəyik. Yəni orada da mənə də telefonda da dedilər ki, orada da rəhbər kimi Elbrus Horuzov təyin olunur. Müdafiə Nazirliyi tərəfindən bir briqada komandiri kimi. Mayın 12-sinə qədər hər gün kömək gözlənilir. Döyüşə girməyə özündə güc tapanlar toplanır. Əməliyyat planı hazırlanır. Plana görə Şuşanın götürülməsi əməliyyatına 3 istiqamətdən başlanmalıdır. Kəşfiyyat rotasının komandiri Azay Kərimovun başçılığı ilə bir qrupun Daşaltıya doğru, Elçin Məmmədovun əsgərlərinin Şuşa-Laçın yolu istiqamətində, Rövşən Cavadovun döyüşçülərinin isə Sarbaba dağında Şırlan-Şuşa istiqamətdə hərəkət etməsi razılaşdırılır. Lakin revanş nədənsə baş tutmur. Mayın 12-si və 13-də silahlı qüvvələrin böyük bir qrupu Bakıya, siyasi yüksəkliklər uğrunda mübarizəyə yola düşür. Mayın 14-ü, Bakı. Azərbaycan Respublikası Ali Sovetinin növbətənkənar sessiyası keçirilir. Sessiya, Ali Sovetin Ayaz Mütəllibovun istifası ilə bağlı 6 mart 1992-ci il qərarını etibarsız hesab edir. Bu qərara görə Ayaz Mütəllibov reabilitasiya qazanaraq yenidən prezident olur. 15 may. Azərbaycan Xalq Cəbhəsi Ali Sovetin 14 may tarixli qərarının konstitusiyaya zidd olduğunu bildirərək silahlı yolla hakimiyyəti devirir. Mayın 15-i saat 8-də Azərbaycan Silahlı Qüvvələri bir atəş açmadan Tursunu tərk edir. Bununla da Şuşaya açıla biləcək yeganə qapı və ya Şuşanın kitabı bağlanır.